Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Əziz müsəlmanlar, həmişə olduğu kimi hamınıza, eləcə də özümə Allahdan qorxmağa nəsihət edirəm. Bugün biz sizə əhl-i sünnə ilə yaxın olmuş, dost olmuş bəzi əhl-i şiə alimləri barədə danışacaq. Bilirsiniz, əhl-i şiədə Zeydilər təriqəti var, Zeydilər qolu var. Onlar da əhl-i şiə sayılır. Zeydilər Allaha şərik qoşmur, küfr etmir. Səhabələri, xüsusilə də Raşidi xəlifələri söymür, lənətləmir. Qur'anın naqis olduğunu etiqad etmir. Xüsusilə Peyğəmbər sallallahu aleyhi və sələmin zövcəsini zinada ittiham etmir. Bu növ küfürlərdən tamamilə uzaqdırlar. Hətta bəzi alimlər deyir ki, onların istinad etdiyi Qur'andır, bir də Zeyd ibn Əlinin fiqh kitabıdır, musnədidir. O fiqh kitabı da, həmin o fiqh Hənəfi fiqhinə yaxındır. Qısa məlumat verim sizə. Zeydilər Zeyd ibn Ali ibn Hüseyin ibn Ali ibn Əbi Talib radiyallahu anhum. Onun tələbələridir, onun davamçılarıdır. Zeynul Abidin hamınız eşitmişsiniz yəqin ki. Zeynul Abidin İmam Hüseyin radiyallahu anh'ın oğludur, kiçik oğlu. Və Əhl-i Şiə onu 4-cü imam hesab edir. Zeynul Abidinin iki oğlu, biri Muhammed Baqirdir, ondan da Cəfər Sadiq dünyaya gəlib. O biri oğlu da bax bu Zeyddir. Allah hamısından razı olsun. Zeydilər hal-hazırda dünyanın bir çox yerlərində var, xüsusilə Yəməndədirlər. Və Yəməndəki Zeydilərdən, böyük alimlərdən olmuş bir neçəsini misal çəkəcəm. Birincisi, o alimdir ki, onun kitabından şəxsən mən və mənim kimi Mədinə İslam Universitetində oxuyan, hədis fakültəsində oxuyan müsəlmanlar 4 il onun kitabından dərs keçir. Kitabın adı Neylil Avtardır. Həm hədis, həm də fiqh kitabıdır. Başqa kitabları da var. Seylül Cərrar və s. kitabları da var. Şəvkani məşhur alimdir. Quran elmi sahəsində də kitabları var. Həmçinin Sən'ani, bu alimin də kitabı Subulüs-Sələm Mədinə Universitetində, Şəriət Fakültəsində keçirilir. Fiqh kitabıdır. Eləcə də misal çəkmək olar Salih ibn Əhməd İl-Muqbilinin İlmü-Şəmix, İbnül Vazir ləqəbi ilə tanınan Muhammed ibn İbrahimin Əl-Əvasim vəl-Qavasim. Bu böyük alimlər, baxmayaraq ki, Zeydilərdən olublar, sonra bax belə kitabları yazmaqla haqqı insanlara çatdırıblar. Yəni, bu alimlərin məqsədi nə olub? O, müsəlmanlar arasında qardaşlığı, birliyi, cəmaat olmağı bərpa eləsin. Bunlar bizim üçün nümunədir. Və əhl-i şiədən olan hər kəsə də nəsihətim odur ki, belə alimlərdən nümunə götürsünlər. Yer üzündə müsəlmanlarla qardaş olmağa can atsınlar. Kim nəyə can atırsa Allah onu nəsib edir. İstəyir adam özünü
Sünni adlandırsın, istəyir şiə adlandırsın. Mənim üçün fərq etmir. O adam əgər Allaha şərik qoşursa, küfr edirsə, mən onu özümə qardaş hesab edə bilmərəm. Hansı məzhəb, hansı təriqət, hansı firqədən olur olsun. Nə olur olsun. Çünki Allahın sevmədiyi bir kimsəni mən özümə qardaş hesab edə bilmərəm. Eləcə də əgər adam Peyğəmbər sallallahu aleyhi və səlləmi söyərsə, lənətləyərsə, Peyğəmbər sallallahu aleyhi və səlləmin sevdiyi kimsələri söyər, lənətləyərsə, mən onları özümə necə qardaş hesab edə bilərəm? Axı, Peyğəmbər sallallahu aleyhi və səlləm qiyamət günü onları öz hovuzunun yanına buraxmayacaq. Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabəsinə, həyat yoldaşını dil uzadan, söyən, lənətləyən necə mənim qardaşım ola bilər? Eləcə də Quran-ı Kərimin naqis olduğunu kimsə desə ki, Quran-ı Kərim naqisdir. Onu mən özümə necə qardaş hesab edə bilərəm? Allah Teala Quranda deyir ki, Quran kamildir. Biz onu qiyamətə qədər qoruyacağıq. Onun naqis olduğunu deyəni mən necə özümə qardaş hesab edə bilərəm? Bax, müsəlmanlar gərək bu incə məsələlərə diqqət yetirsin. Rəbbi Allahdır, dini İslamdır, qibləsi Kəbədir, kitabı Qurandır, Peyğəmbəri Muhammed sallallahu aleyhi ve səlləmdir. Bu kifayətdir. Bu yoldan kənara çıxanda Peyğəmbər sallallahu aleyhi ve səlləm və sahabələrinin eləmədiyini eləyəndə artıq Allah onun qəlbinə möhür vurur. Haqq yoldan azdırır. Diqqət edin, bəzi müsəlmanlar müsəlman olmağına baxmayaraq, amma fitnəkardırlar. Müsəlmandır, Allaha da inanır, namazını da qılır. Ancaq niyə deyirəm fitnəkardır? Ona görə ki, diqqət edin. Bu tərəf çıxır, sosial şəbəkələrdə o bir tərəfi nədəsə ittiham edir, hansısa naqisliyini, nöqsanını, bidətini, küfrünü başlayır aşkara çıxarmağa və yaymağa. Eləcə də o biri tərəf çıxır, bu biri tərəfi başlayır. Nəticə nədir? Nəticə. Yəni, sənin elədiyində fayda varsa, sənin danışdığın nəticəsində insanlar dəstə-dəstə İslamı qəbul edəcəksə, canını cəhənnəm əzabından qurtaracaqsa, cənnətin yolunu tutacaqsa, xoş sənin alına. Bu dəvət çox gözəl dəvət sayılır. Yox, əgər sən danışmaqla insanları dindən uzaqlaşdıracaqsansa, iki dəstəni qarşı-qarşıya qoyacaqsansa, ədavət yaradacaqsansa, sonda da Allah qorusun, bir-birinə qarşı silah qaldıracaqlarsa, vay sənin alına. Bax, diqqət edin, misal üçün, əhl-i şiədən kimsə çıxır, deyir ki, tutaq ki, əhl-i sünnədən filan kəslər qəbirdən övlad istəyir. Var axı əhl-i sünnə, özünə sünnə deyənlər, quburilər var və s. Birbaşa qəbirdən gəlir, nəsə istəyir. Eyni ilə də əhl-i sünnədən kimsə çıxır sosial şəbəkədə deyir ki, siz də bunu filan qəbirdən istəyirsiniz, övladı. Ola bilər, istər əhl-i sünnə, istər əhl-i şiədən kimlərsə Allaha şərik qoşsun, küfr eləsin, ola bilər. Amma onlara görə bütün əhl-i sünnəni və yaxud bütün əhl-i şiəni kafir saymaq düzgündürmü? Bu zülümdür. Müsəlmanlara qarşı olan zülümdür. Hər hansı bir səhvə görə ümumiləşdirərək hamıya bunu şamil etmək bu zülümdür. Müəyyən bir qrup əgər bidət edirsə, bütün müsəlmanları bidətçi adlandırmaq bu zülümdür. Və ya məsələn üçün, kimsə əhl-i sünnədən çıxır, deyir ki, tutaq ki, filan kəs Əbu Bakır Öməri, Osmanı lənətləyir, söyür. O tərəfdə çıxıb deyir ki, xavariclərdə Əlini kafir sayır və digər sahabələri kafir sayır. Yəni, qarşı-qarşıya bir-birinə rəddiyə verməyin faydası yoxdur, onu demək istəyirəm. Rəddiyə necə olmalıdır? Rəddiyənin üslubunu alimlər bizə öyrədib. Alimlər də kimdən götürüb? Muhammed sallallahu aleyhi və səlləmdən. Muhammed sallallahu aleyhi və səlləm kiməsə irad tutmaq istəyəndə, kimisə tənbih etmək istəyəndə,
tənqid etmək istəyəndə çıxırdı minbərə və belə deyirdi: filan günahı edənlər qiyamət günü nə cavab verəcəklər? Bilir o günahı kim eləyib, adını çəkmir. Hətta həyat yoldaşını zinada ittiham edən münafiqin adını bilir. Bilir ki, bu Abdullah ibn Übey ibn Səlüldür, münafiq. Amma minbərə çıxıb deyir ki, həyat yoldaşıma bu böhtanı atanlar adını çəkmir. Fikir verirsinizmi? Aleykümselam və rahmetullah barakatuhu. Bu nə deməkdir? Bu, o rəddiyənin, tənqid etməyin üslubudur. Sən bilirsən ki, məsələn üçün, filan əməl böyük günahdır. Və bu böyük günahı eləyən adam filan məzhəbdəndir, filan təriqətdəndir, filan firqədəndir. Bunu bilirsən. Sən niyə axı deməlisən ki, filan təriqət bu böyük günahı edir? Sən denən ki, filan təriqətdən olan birisi hansısa o günahı edir. Bəlkə də bu sənə bağışlanar. Heç onu da demək məsləhət deyil. Sən sadəcə olaraq deməlisən ki, dəvətin üslubudur bu. Filan günah Allahın kitabına və Peyğəmbər sallallahu aleyhi və sələmin hədisinə ziddir. Onda o dəvətin faydası olacaq. Onda o dəvətə Allah Taala bərəkət verəcək. Məsələn, biri çıxır o tərəfdən deyir ki, Şeyh Əbu Bakır belə edib. Bu biri tərəfdən də ona rəddiyə verən adam deyir ki, Əli də belə edib. Buna nə deyirsən? Fikir verin, hər ikisi elə bir küçə uşağıdır. Bunlar böyük şəxsiyyətlərdir. Sən deməlisən Əbu Bakır As-Siddiq radiyallahu anhu, Əli ibn Əbi Talib radiyallahu anhu. Necə sən bunları belə asanlıqla, sən üçün küçə uşağı deyil ki, sən bunu belə müraciət edirsən. Bax, bu ehtiramsızlıq gətirib nəyə çıxardır? Həmin o dəvətin parçalanmasına, müsəlmanlar arasında ədabətin yaranmasına gətirib çıxarır. Tutaq ki, xəta edib hər hansı bir sahabə. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, xətasız insan yoxdur. Hər kəs xəta edir. Deməli, hər kəs xəta edə bilər. Lakin sən kimsən ki, o xətanı onların elədiyini müzakirə edirsən? Sən kimsən axı? 15 əsr bundan əvvəl olan xətanı müzakirə edəsən. Axı, başqa bir hədisdə də Rasulullah sallallahu aleyhi ve sellem deyir, əgər sahabə alimdir də, müştehiddir, İctihad edib bir qərar verir və xəta edirsə, savab qazanır. Doğru qərar versə 2 savab qazanır, yanlış olsa 1 savab. Çünki bu alimdir. Allah əbəs yerə Quran-ı Kərimdə demir ki, onlardan razıdır. Xətaları var, amma yenə onlardan razıdır. Fikir verirsinizmi? Bu nə deməkdir? Bu deməkdir ki, Allah Taala bilir ki, onlar insandır, xəta edə bilərlər. O xətaları onlara bağışlayır. Niyə? Ona görə ki, onlar böyük məsələlərdə Allaha itaat edirlər. Namazlarını qılırlar, oruclarını tuturlar, zəkat və s. Bütün işləri yerinə yetirirlər. Demək, bir dəfə internetdə qarşıma çıxdı bir uşaq, özünü əhl-i sünnəyə nisbət edən uşaq, Əli ibn Əbi Talib radiyallahu anh'ın xətası barədə danışır. Deyir ki, içkili olub və namazda Kafirun surəsini yanlış oxuyub. Əvvəla belə boş-boş rəvayətləri insanlara, cəmaata danışmaq olmaz. Bu boş bir şeydir. Buna inanmaq da boş bir şeydir. İkincisi, fərz edək ki, belə bir şey olub. Axı, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, sahabələrimin nöqsanını müzakirə eləməyin. Axı, Quran-ı Kərimdə Allah Taala deyir, onlar bir ümmət idi, gəldi, getdi, onların elədiyi özünə aiddir. 15 əsr bundan əvvəl olan hadisələri gündəmə gətirib, müsəlmanlar arasında nifrət, nifaq, ədavət salmaq nə dərəcədə doğru addımdır? Əlbəttə ki, yanlışdır. Buna görə qiyamət günü mütləq cavab verəcəklər. Və dəfələrlə demişəm, bir daha təkrar edirəm. Ey müsəlmanlar, baxın, qarşınızdakı əgər adam təvhid əhlidirsə, yəni kafir müşrik deyil, kimliyindən asılı olmayaraq
hansı firqə, hansı məzhəb, hansı təriqətdən asılı olmayaraq tövhid əhlidirsə, bu nə deməkdir? Bu o deməkdir ki, o da müsəlmandır. Allah Subhanahu Quranda deyir ki, möminlər qardaşdırlar. Deməli, sənin qardaşının sənin boynunda olan, öhdənə düşən haqları var. O haqlar barədə də dəfələrlə danışmışam. Salam verir, salamını almalısan. Xəstələnib ziyarət edə bilərsən. Cənazəsində iştirak edirsən. Köməyə ehtiyac var, kömək edirsən. Nəsiyyət istəyir, nəsiyyət verirsən. Asqırıb əlhəmdülillah desə, yarhamukallah deyirsən. Bu haqları ödəyirsən. Ola bilər, onun hansısa bir bidəti olsun, sənin xoşuna gəlməsin. Ümumiyyətlə, o insan kimi xoşuna gəlməsin, oturub durma oyna. Amma sən deyə bilməzsən ki, onun müsəlman haqlarını yerinə yetirməyəcəm. Bunu deyə bilməzsən. Niyə? Ona görə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem əmr edib ki, o haqları yerinə yetirəsən. İndi, kimlər ki, deyir ki, ümumən əhl-i şiə kafirdir və yaxud ümumən əhl-i sünnə kafirdir. Hər iki tərəfdən bunu deyənlər var. Bu tərəfdən soruşursan ki, niyə ümumiləşdirirsən bunu? Deyir ki, çünki şərik qoşur Allaha, küfr edir, sahabəni söyür, Ayşə radiyallahu anh'a ittiham edir, Quranın naqis olduğunu deyir. O bir tərəfdən soruşursan ki, bəs sən niyə bu tərəfi kafirsən sən? Ona görə ki, deyir, imaməti qəbul eləmir, sahabələri dəstəkləyir və s. və s. Hər biri öz ağlına uyğun arqument gətirir. Ancaq yanlış addım atır. Niyə? Çünki hər hansı bir səhvə görə bütün ümməti ittiham eləmək olmaz. Xüsusilə də mən həmişə yanımda olan əhl-i sünnədən olan qardaşlara deyirəm ki, olmaz. Sən deyə bilməzsən ki, əhl-i şiənin hamısı kafirdir. Bir dəfə bir məclisdə belə bir söhbət oldu. Sadə dildə başa saldım onlara. Və başa düşdülər. Sadə dildə necə başa saldım? Dedim ki, bax, Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədis var. Deyir ki, kafirləri müqəddəs torpaqlara buraxmayın, Məkkə və Mədinəyə. Hal-hazırda Saudiyə dövləti heç bir kafiri Məkkəyə və Mədinəyə buraxmır. Belədir? Axı, əhl-i şiə həcc ziyarətində Məkkəyə də gəlir, Mədinəyə də. Ona nə deyirsiniz? Kimsə deyə bilər ki, bu bir siyasətdir dövlətlər arasında. Dövlətin siyasətidir, siyasi baxımdan onlara icazə verilir. Yaxşı, bunu qoyuram kənara. Alimlərdən, Saudiyədəki alimlərdən bir nəfər göstərin ki, desin ki, şiələri həccə buraxmayın. Diqqət edin, şiələri həccə buraxmayın. Elə bir alim var mı? Yox. Demək, alimlər də, Saudiyyə dövləti də zahirə baxırlar. İstər əhl-i şiə olsun, istər əhl-i sünnə olsun, oraya gələn milyonlarla müsəlmanın arasında münafiqlər də ola bilər. Onun bizə nə dəxli var? Onun qəlbindədir münafiqliyi. Küfrü onun qəlbindədir. Zahirən müsəlman olduğunu göstərir, namazını qılır, həccini eləməyə gəlib, Rəbbinə ibadət edir və salam biz zahirə hüküm veririk. Daxili isə Allaha aiddir. Həcc ziyarətində, bunu mən dəfələrlə demişəm, həcc ziyarətindədirlər, Minada, Müzdəlifədə, Ərafatda 3-4 milyon adam yığışıb bir yerə. Ağ paltardadır kişilərin hamısı. O ağ paltarda olan insanlar bir-birinə baxanda ayırt edə bilir ki, hansı şiədir, hansı sünnidir, hansı maturididir, hansı əşaridir, hansı mu'təzilidir, hansı... Buna ayırt edə bilir. Yoxsa hamısı bir-birinə baxır, fikirləşir ki, bunlar hamısı müsəlmandır. Həmin vaxt, istər Ərafatda olsun, istər Minada, kimsə kiməsə salam verir, salamını almır. Kimsə kimisə süfrəsinə dəvət edir ki, bir yerdə çörək yeyir, gedib yemək yemir, çiyin-çiyinə namaz qılmır. Orada həcdə kimsə vəfat edirsə, onun cənazəsində hamı durmur, yoxsa soruşurlar, görək hansı firqədəndir. Kim elə şey deyir? Heç kəs. O müqəddəs yerdə insanlar əgər bu cür mehribandırsa, bəs onu həmin insanlar öz ölkələrində niyə tətbiq eləmir? Niyə?
Niyə bax, burada gedirsən məscidə, görürsən ki, müsəlmanlar bir-birini arxa çevirir. Niyə görə? Axı, bu məscidə gəlibsə deməli müsəlmandır. Namaz qılmağa gəlib Rəbbinə. Sən necə bunu arxa çevirə bilərsən? Necə salam verəndə salamını almaya bilərsən? Allah Quran-ı Kərimdə əmr edir ki, salam veriləndə salamını alın. Sən birbaşa Allaha qarşı çıxırsan. Kiminsə sözü ilə, təqlid etdiyin adamın sözü ilə Allaha qarşı çıxırsan. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, müsəlmanın qardaşıdır, onu arxa çevirməz. Demək, sən Peyğəmbər sallallahu aleyhi ve sellemə qarşı çıxırsan. Həm Allaha, həm də Peyğəmbərinə qarşı çıxırsan və beləliklə də fəsad törədirsiniz. İndi deyəcəyimə diqqətlə qulaq asın. Güman edirəm ki, bunu gedib hər yerdə danışacaqsınız. Misal olaraq deyəcəksiniz. Xüsusilə də əhl-i şiəyə aiddir bu. Hamısına yox. O kəslər ki, deyir ki, niyə sahabələr Əli ibn Əbi Talibi radiyallahu anhunu ilk xəlifə seçmədilər? Əgər xəlifə seçməyiblərsə, vəssalam. İndiki vaxtda da biz o biri xəlifələri, o biri sahabələri sevənləri sevə bilmərik. Onlarla düşmən olmalıyıq. Bax, bunu deyənlər, qoy bir düşünsünlər. Hətta gözünü yumub təsəvvür eləsinlər. Oturmuş hamımız, birdən Əli ibn Əbi Talib radiyallahu anh gəldi. Gəldi, hamımız onun başına yığışdıq, görüşdük, qucaqlaşdıq. Hamı sevir onu, əhl-i sünnədə, əhl-i şiədə fərqi yoxdur. Və birdən bizə belə bir sual verir. Diqqət edin. Sual verir, deyir ki, mənim birinci xəlifə seçilmədiyimə görə qılınc götürüb və yaxud da silah götürüb bir-birinizə qarşı çıxmağınız, ədavət bəsləməyiniz nə qədər doğrudur? Yəni, mən birinci xəlifə seçilmədiyimə görə məni xəlifə seçməyən qardaşlarıma qarşı qılınc çəkmədim. Onlarla vuruşmadım. Onlara qarşı kin, küdurət saxlamadım, ədavət bəsləmədim, qan tökmədim. Allahın qədəri ilə vaxtı çatanda öz zamanı xəlifə seçildim. Raşidi xəlifə olaraq tarixə düşdüm. Amma indi siz bu məsələni gündəmə gətirib, aranıza ədavət salıb, qan tökməklə nə əldə edəcəksiniz? Və bunu Əli ibn Əbi Talib radiyallahu anh bu sualı versə, nə cavab verəcəksiniz? Bu mənim elə-belə fərziyəmdir. Amma qiyamət günü məhşərdə onun yanına gələndə, onun üzünə necə baxacaqsınız? Onun adından istifadə edib, onun aşiqi olduğunu deyib, onu sevən başqa müsəlmanlara ədavət bəsləmək, onun qanını axtırmaq və s. Bu, hansı məntiqə sığır? Ona görə, əziz müsəlmanlar, çalışın, mehriban olasınız. Mən artıq 3 ildir bu təbliğatı aparıram ki, müsəlmanlar bir olsun. Bu haqda ayrıca kitab da yazmışam. Kitabın adı bilirsiniz, dəfələrlə demişim. Müsəlmanların birliyinə çağırış. Azərbaycan dilində, Rus dilində, Türk dilində bunu hazırlamışam. Və sosial şəbəkələrdə bunu yaymışıq. Bu kitabda xüsusilə qeyd etmişəm ki, Allah Subhanahu Teala Quran-ı Kərimdə bizi müsəlman adlandırır. Bizim nə ixtiyarımız var ki, özümüzə başqa adlar qoyub və bizdən olmayan, yəni bizim adımızdan olmayanlara qarşı düşmən olaq. Yəni, məsələn, bu deyir ki, mən Hənəfiyəm, o biri deyir, mən Cəfəriyəm. Sonra da bir-birini qırır. Yəni, bu, Allah Subhanahu Teala bunu bağışlayar. Allah Teala Quranda deyir ki, Allahın dinindən möhkəm yapışın və firqə olmayan. Amma sən firqələrə bölünüb sonra da bir-birinə qarşı vuruşursan. Hər kəs öz tutaq ki, firqəsi ilə getsə, bir-biri ilə işi olmasa, bəlkə də Allah bağışlayar.
Bu da sual altındadır. Çünki firqə olmusansa Allah Taala bağışlamayacaq. Gərək firqələrə qoşulmayasan. Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabəsi Huzeyfə ibn Yəmən radiyallahu anh gəlir, deyir, ya Rasulullah, Allah Taala bizə belə bir xeyir nəsib edib, din. Bundan sonra şər gələ bilərmi? Şər dövrü. Deyir, əlbəttə gələcək. Elə dövrü gələcək ki, müsəlmanlar parçalanacaq, firqələrə bölünəcək. Deyir, bunda mənə nə nəsiyyət edirsən? Elə bir dövrdə mən yaşasam, mən neyniyim? Fikir ver, sahabə, yaxşı ki, bu sualı verib. Cavabı da indiki dövrə aiddir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, o firqələrin hamısından uzaq dur. Allahın dinindən möhkəm yapış. Heç birinə qoşulma. Çünki birinə qoşulsan, o birisinə düşmən olmaq məcburiyyətində olacaqsan. Birinə qoşulsan, mütləq onun tərəfini saxlayıb, o birisinə qarşı olmalısan. Amma hamısından uzaq olsan, müsəlman kimi yaşayacaqsan və hamısına müsəlman kimi baxacaqsan. Əziz müsəlmanlar, yadınızda saxlayın, kim nəyə can atırsa, Allah ona onu nəsib edir. Bax, hər kəs həyatında nə qədər dostları, qohum əqrabasında, qonşuluğunda bir anlıq düşünsün, görəcək ki, məsələn üçün, filan kəs uşaq vaxtından çalışırdı ki, quldur olsun. Böyüyəndə də elə quldur oldu. Bu biri uşaq vaxtından fikirləşirdi ki, alim olsun. Böyüdü oldu. Bu biri həkim olsun. O biri zərgər olsun. Pis şeylər də var. Əyyaş olsun, zinakar olsun və s. Kim nəyə can atırsa, Allah Taala onu yönəldir. Amma axırda nə olacaq? Axırda cəhənnəmli olacaq. Amma kim yaxşıya can atırsa, Allah onu nəsib edir. Axırda cənnətlik olur. Və bunun bir qaydası var. İstəyirsinizsə ki, axırınız yaxşı olsun, Allahla sadiq olun. Yəni, yeganə dostdur ki, sən o ilə sadiq olanda, o sənə vəd verdiyi hər bir şey yerinə yetirir. Vədinə müxalif olmur. Qalan həyatda nə qədər dostlar var, görürük də, eşidirik. Həyat yoldaşları bir-birinə xəyanət edir, qardaş qardaşa xəyanət edir, doğma qardaşa, hələ o birilərini demirəm. Bacı bacıya xəyanət edir, qardaş bacıya, bacı qardaşa, oğul ataya, ata oğula. Nə qədər xəyanətlər eşidirsən, başa düşürsən ki, bu insandır, xəyanət edə bilər, amma Allah yox. Allah Subhanahu Teala Quran-ı Kərimdə diqqət edin, Ər-Rum surəsi 5-ci, 6-cı ayələrdir. Gör nə deyir? Allah istədiyi kimsəyə kömək edir. Fikir ver, istədiyi. Birisinə kömək eləmək istəyir, sevir onu, istəyir ki, kömək eləsin və salam. Qüdrətlidir, rəhimlidir. O köməyin qarşısını heç kəs ala bilməz. Kömək eləyəcək ona. Budur Allahın vədi. Allah öz vədinə xilaf çıxmaz. Fikir verin. Allah bizə vəd verib ki, Allahla sadiq olsaq, mütləq bizə istədiyimizi verəcək. Mütləq. Sonda da istədiyimiz nədir? Cənnətdir. Buna bir misal çəkin, bununla da bu söhbətimi tamamlayacağım. Çox möhtəşəm misaldır. Bir sahabə olur, bədəvi. Bədəvi bilirsiniz də, çöldə dəvə otaran. O sahabədir. Döyüşlərin birində Peyğəmbər sallallahu aleyhi və səlləm yığılan qəniməti bölüşdürür mücahidlərin arasında. Bu bədəvi də o döyüşdə iştirak eləməyib. Bu çöldə heç xəbər olmayıb o döyüşdən. Döyüş qutarıb, qənimətlər bölünüb, Peyğəmbər sallallahu aleyhi və səlləm həmin o bədəvinin o qədər xətrini çox istəyir ki, sahabələrə deyir ki, ona da bir pay ayıran. Bir kisə qızıl ayırırlar onun üçün. Nəhayət bədəvi gəlib çıxır, Peyğəmbər sallallahu aleyhi və səlləmin buyruğu ilə sahabələr o qızılı verirlər ona. O da deyir ki, bu nədir? Deyirlər ki, Rasulullah sallallahu aleyhi və səlləm əmr elədi ki, bunu sənə verək. Deyir, niyə görə? Deyir, bu sənin haqqındır. Deyir, necə mənim haqqım ola bilər? Mən axı iştirak eləməmişəm döyüşdə. Deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi, biz də sənə veririk bunu. Götürür o kisəni, gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına. Qoyur qarşısına, deyir, ya Rasulullah, mən axı buna görə İslamı qəbul eləməmişəm. Həm də bu döyüşdə iştirak eləməmişəm. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mən səni çox istədiyim üçün bunu sənə hədiyyə edirəm.
Deyir, yox ya Rasulullah, mən istəmirəm bunu, bunu götür kasıblara payla. Mənim istədiyim ancaq odur ki, növbəti dəfə nə vaxtsa Allah yolunda döyüş olsa cihad, Allah mənə o cihadda iştirak eləməyi nəsib eləsin. Və o döyüşdə düşmənin atdığı ox gəlib mənim buramdan batıb, buramdan çıxsın və mən şəhid olum Allah yolunda. Bunu deyir, çıxıb gedir, sahabələr baxır ki, bu nə cür sonluqdur, sonluq diləməkdir Allahdan, nə cür istəkdir. Onda Peyğəmbər sallallahu aleyhi və sələm orada öz məhşur sözünü deyir. Bu bir qaydadır, təkcə o sahabəyə yox, hamımıza aiddir. Deyir ki, əgər bu Allaha verdiyi vədə sadiq qalsa, Allah da ona verdiyi vədə sadiq qalacaq. Nəhayət, Allah yolunda cihad olur və bu bədəvi o cihadda iştirak edir və şəhid olur. Peyğəmbər sallallahu aleyhi ve sellem gəlib o şəhidləri dəfn eləmək üçün başlarının üstündə durub onu görəndə baxır ki, ox buradan batıb, buradan çıxıb. Ağlaya-ağlaya deyir ki, Allaha verdiyi vədə sadiq qaldı, Allah da ona verdiyi vədinə sadiq qaldı. Əziz qardaşlarım, vallahi edirəm sizə, əgər siz 24 saat ancaq insanlara yaxşılıq eləməyi düşünsəz, 24 saat fikirləşəsiniz ki, mən kimə nə yaxşılıq edeyim? Bu ümməti necə birləşdirim, necə qardaş edeyim? Araları dəymiş qardaşları necə barışdırım? Kimə nə sədəqə verim? Kimi düz yola yönəldim? Kimi? Vallahi ki, Allah Subhanahu taala da sizə verdiyi vədə sadiq qalacaq və sizə böyük nemətlər bəxş edəcək, böyük nailiyyətlər bəxş edəcək. Sonda Peyğəmbərimizin sallallahu aleyhi və sələm bizə öyrətdiyi möhtəşəm bir dua var. Bu duada Rasulullah sallallahu aleyhi və sələm Allahdan 9 şey istəyir. Elə belə dua deyil, hə? Bu dua nə vaxt Allah ona öyrədib Peyğəmbər sallallahu aleyhi və səlləmə? Peyğəmbər sallallahu aleyhi və səlləm namazgahda oturub, Allah ona buyurur ki, bu duanı elə. Və o duanı ona öyrədir. Möhtəşəm duadır. Allahümmə innə nəsəlükə fi'ləl xayrat və tərkəl münkərat və hubbəl məsəkin və ən təğfirə lənə və tərhəmənə və izə əradtə fitnətə qavmin fətəvəffənə qayrə məftunin və nəsəlükə hubbək və hubbə mən yuhibbuk və hubbə əməlin yuqarribuna ilə hubbik. Allahım, səndən yaxşı işlər görməyimizi, pis əməllərdən çəkinməyimizi, kasıbları sevməyimizi, bizi bağışlamağını və bizə rəhm etməyini, müsibət göndərmək istədikdə, o müsibət bizə toxunmazdan əvvəl canımızı almağını diləyirik. Sənin sevgini qazanmağı, səni sevdikləri kimsələrin sevgisini qazanmağı və bir də sənin sevdiyin hər bir əməli sevməyi səndən diləyirik. Subhanəkallahumma və bihəmdik, əşhədu ən la iləhə illə ənd, əstəğfiruka və atubu ileyk.